Hoş gördük əziz şagirdlər. Söz verdiyimiz kimi sizə bugün Atropatena və Albaniya dövlətlərinin bir neçə fərqli cəhətlərini sadalayacağıq. Ötən videomuzda biz Atropatena və Albaniya dövlətlərinin bəzi oxşarlıqları ilə tanış olduq. İndi isə onların fərqli cəhətləri ilə tanış olaq. Deməli, Albaniya və Atropatena dövlətlərinin bir fərqli cəhəti odur ki, Albaniya dövləti şimalda yaranır, yəni Azərbaycanın şimalında, başqa sözlə Araz çayından şimaldakı ərazilərdə yaranır. Atropatena dövləti isə Araz çayından cənubdakı Azərbaycan torpaqlarında yaranmışdır. Keçdik, ikinci fərqli cəhət odur ki, Albaniya dövləti mövcudluğu ərzində həm quldarlıq quruluşunu görüb, həm də feodalizm quruluşunu görmüşdür. Lakin Atropatena dövləti müstəqil dövlətçilik ərzində yalnız quldarlıq dövründə mövcud olmuşdur. Üçüncü, yerli hökmdarların adına pul kəsilməsi Albaniya dövlətində var. Biz keçən dəfə dərs izahımızda dedik ki, Atropatena dövlətində və Albaniya dövlətində ən qədim pullar Makedoniyalı İskəndərin adına kəsilir. Lakin eradan əvvəl 3-cü əsrdən etibarən Albaniyada həm də yerli hökmdarların adına, yəni öz hökmdarlarının adına da pullar kəsilib. Lakin Atropatena dövlətində yerli hökmdarların adına pul kəsilməyib. Keçdik dördüncü fərqli cəhətə. Möhürlərdən istifadə edilməsi. Albaniya dərsini öyrənərkən biz orada sənədlərin təsdiq edilməsi zamanı möhürlərdən və yaxud hökmdar fərmanlarının təsdiq edilməsi zamanı möhürlərdən istifadəni görürük. Atropatena dövlətində isə möhürlərdən istifadə haqqında heç bir məlumat yoxdur. Yəni, əgər testdə Atropatena dövlətindən fərqli olaraq Albaniya dövləti sualı verilərsə, yəni şərti belə olarsa, Albaniyada möhürlərdən istifadəni rahat şəkildə götürə bilərsiniz. Beşinci fərqli cəhət. Albaniya dövlətini ümumiyyətlə tarix ərzində 3 sülalə idarə edib. Dövlət yaranmasından, yəni eradan əvvəl 4-cü əsrdən bizim eranın 1-ci əsrinə qədər dövləti idarə edib Arranilər sülaləsi, 1-ci əsrdən 510-cu ilə qədər və yaxud 6-cı əsrin əvvəllərinə qədər dövləti idarə edib Arşakilər sülaləsi və 630-cu ildən dövlətin süqutuna qədər, yəni 705-ci ilə qədər dövləti idarə edib Mehranilər sülaləsi. Yəni tarix boyu ərzində, yəni mövcudluğu ərzində dövləti 3 sülalə idarə edib. Lakin bundan fərqli olaraq Atropatena dövlətini yalnız bir sülalə idarə edib. Yəni eradan əvvəl 321-ci ildə Atropatena dövlətinin yaratması ilə hakimiyyətə Atropatilər sülaləsi gəlir. Və Atropatilər sülaləsi dövlətin sonuna qədər, yəni bizim eranın 20-ci ilinə qədər dövləti idarə edib və yalnız bir sülalə idarə edib Atropatena dövlətini. Növbəti fərqli cəhət ondan ibarətdir ki, Albaniya dövlətinin tarix boyu ərzində 2 paytaxtı olub, Atropatena dövlətinin isə yalnız bir paytaxtı olub. Məlumat üçün deyim ki, Albaniya dövlətinin dövlət yaranandan bizim eranın 5-ci əsrinə qədər paytaxtı Qəbələ və yaxud Kabalakka şəhəri, Atropatena dövlətinin paytaxtı isə Urmiya gölü ətrafında yerləşmiş, daha doğrusu vaxtı ikən Qazakka şəhəri olmuşdur. Növbəti fərqli cəhət özlərinə məxsus yazılarının olması. Albaniya dövlətində 52 hərfdən ibarət, bu məlumatlar bizim eranın 5-ci əsrinə aiddir, 52 hərfdən ibarət özünə məxsus yazının olması və yaxud əlifbanın olması haqqında məlumatlar var. Lakin Atropatena dövlətində belə bir məlumat yoxdur. Yəni özlərinə məxsus yazının olması Albaniyada var, Atropatenada yoxdur. Bu da onları fərqləndirən digər bir cəhət oldu. Keçirik artıq 8-ci fərqli cəhətimizə. Dinlərdən danışacağıq, yəni hakim dinlərdən danışacağıq. Atropatena dövlətində mövcudluq ərzində yalnız zərdüştlük və yaxud atəşpərəstlik dini mövcud olub. Təbii ki, Yunan tanrılarına sitayiş olub öz yerində. Lakin əsas hakim din olub
Zərdüştlük dini və yaxud atəşpərəstlik dini. Albaniya dövlətində isə təxminən bizim eranın 1-ci əsrinə qədər bütpərəstlik hakim mövqedə olsa da, bizim eran 1-ci əsrindən etibarən artıq xristianlıq dini yayılmağa başlayıb. Düzdür, Sasanilər dövlətinin tərkibinə qatıldıqdan sonra məcburi qaydada Zərdüştlük dini yayılsa da, belə deyilik, xristianlıq dini öz əsaslarını qoruyub saxlaya bilib müəyyən bir dövr ərzində. Keçdik. 9-cu oxşar cəhətimiz odur ki, biz keçən dəfə oxşarlıqlar hissəsindən danışarkən dedik ki, həm Atropatena, həm Albaniya dövlətləri belə deyək də Roma Respublikasına qarşı mübarizə aparırlar. Lakin fərqli cəhət nə olacaq? Fərqli cəhət ondan ibarət olacaq ki, müvafiq olaraq Kür və Qanıq döyüşlərində, yəni hər iki döyüşdə Albaniya dövləti Roma Respublikasının qüvvələrinə məğlub olur. Lakin eradan əvvəl 36-cı ildə baş vermiş Fraspa döyüşündə Atropatena hökmdarı Artabazd Roma sərkərdəsi Antoninin hərbi qüvvələrini Fraspa şəhərinə buraxmır. Yəni Antoni Fraspa şəhərini mühasirəyə alır, məqsəd həmin şəhəri tutmaqdır. Lakin Atropatena hərbi qüvvələrinin güclü müqavimətinə rast gəldiyi üçün şəhərin mühasirəsindən əl çəkir, geri qayıdır. Yəni Antoni burada məqsədinə çata bilmədiyi üçün bu məğlubiyyət sayılacaq. Fərqli cəhətin mahiyyəti ondan ibarətdir ki, Fraspa döyüşündə Atropatena qalib gəlməyi bacarır Roma Respublikasına, lakin Albaniya dövləti Roma Respublikasına qalib gəlməyi bacarmır. Və sonuncu fərqli cəhətimiz ondan ibarət olacaq ki, Albaniya dövləti bizim eranın 8-ci əsrində və yaxud 705-ci ilində ərəblər tərəfindən varlığına son qoyulub. Parfiya dövləti tərəfindən varlığına son qoyulmuş dövlət isə Atropatena dövlətidir. Bu da 1-ci əsrin 20-ci ilində. Bir məlumatı deyim ki, deməli, Albaniya dövləti ümumiyyətlə Azərbaycan tarixinin ən uzun ömürlü dövlətidir. Təxminən 12 əsr mövcud olub. Belə deyək də, eradan əvvəl 4-cü əsrdən yaranıb, bizim eranın 705-ci ilinə qədər mövcud olub. Həm quldarlıq, həm feodalizm dövrünü görüb. Amma Azərbaycan tarixinin ən uzun ömürlü dövləti isə feodal dövləti, təbii ki, Şirvanşahlar dövlətidir. Bugünkü izahımız bu qədər. Çalışacağıq ki, növbəti mövzularımızın izahını verək. Sağ olun. Növbəti videolarda görüşənə qədər.